أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على محمد وآله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين اللهم عجل وليك الفرج. Deməli, bizim bəhsin davamı olaraq bu nöqtəyə toxunmaq istəyirəm ki, İmam Zaman Əcəlallah Fərəcəhə nisbət verilən müəyyən məkanlar var ki, ağıya nisbət verilir. Bu nisbət verilən məkanlar ki var, onların özü etibarlı bir qaynaqlardan qaynaq götürür, əsas tapıb, yoxsa əsassızdır ki, insanlar arasında yayılıb və yaxud da insanların inanc hissələrinə çevrilib, hissələrindən birinə çevrilib. Yəni, şiə mənbələrində biz baxanda bəzi məkanlar İmam Zaman Əcəlallah Fərəcəhə ki, nisbət verilib, əlaqələndirilib və möminlər də həmin yerlərə xüsusi bir ehtiram göstərir. Məsələn, Səhlə məscididir, Kufədir, Cəmkəran məscididir, Cuhə məscidindəki məqamdır, yəni ki, İmam Zaman Əcəlallah Fərəcəhə namaz qılıb ki, ziyarətdə olanlar bilirlər məxsus. Və Düzsalam qəbristanlığındakı məqamdır ki, bunlar, yəni məsələn, nisbət verilir imama. Xəzra adasıdır bayaq dediyimiz. Məsələn, biri misal çəkək ki, biri Səhlə məscidi. Səhlə məscidi imama aid edilən nisbət verən ən qədim məkan sayılır. Yəni, bu məscid Kufə şəhərinin yaxınlığındadır. Məscidin bir şimal-qərb hissəsindən təqribən 2 kilometr məsafədə yerləşir. Yəni, piyada dura getmək rahatdır. Yəni, hədislərdə Səhlə məscidi üçün bir çox xüsusiyyətlər var, üstünlüklər var ki, məsələn, oranın peyğəmbərlər və salihlərin iqamətgahı olub, İbrahim, Xızır, İdris əleyhissalamın iqamətgahı olub, mələklər ora nazil olur, peyğəmbərlər və salihlərin məzarları var orada. Qiyamət günü hamının qəbirdən çıxarılıb o tərəfə doğru aparılacağı, peyğəmbərlərin Səhlə məscidinin türbətindən yaradılması ki, məsələn, bu cür hədislər var. Məsələn, Biharul Ənvarda, Kamil Ziyarətdə, Şeyx Muhiddin Əl-Məzar əsərində və s. Ki, və bir çox hədislərdə də Səhlə məscidi İmam Məhdi Əcəlallah Fərəcəhü Şərifin və imamın köməkçilərinin şəxsi iqamətgahı kimi tanıtdırılıb ki, yəni imam gələcək, oranı qərargah qərar verəcək, belə deyək. Məsələn, birinci İmam Sadiq əleyhissalam deyir ki, həmin Səhlə məscidi İmam Zaman Əcəlallah Fərəcəhin iqamətgahıdır. Başqa hədisdə Əbu Bəsirlə danışanda imam deyir ki, Qisəsül Ənbiya kitabın 80-ci səhifəsində keçir məsələn, Həzrət deyir ki, Ya Əba Muhammedin, Kəənni ərə nuzuləl qaimi Əcəlallah Fərəcə fi məscidi Səhlə bi əhlihi və iyalihi qultu yakunu mənziləhu qalə nəəm. Deyir, ey Əba Muhammed, sanki qaimin öz ailəsi ilə Səhlə məscidinə əhli və ailəsindən o məscidə gəldiyini görürəm. Həzrətə sual verir ki, Əbu Bəsir ki, Səhlə məscidi onun mənzili olacaq. Həzrət deyir ki, bəli, ora İdrisin əleyhissalamın mənzilidir. Elə bir peyğəmbər olmur ki, orada namaz qılmasın və hər kim orada yaşasa, sanki Allah Rəsulü sallallahu aleyhi və aleyhin xeyməsində, yəni çadırında yaşayıbdır, məskunlaşıbdır və elə bir kişi və qadın tapılmaz ki, mömin və möminədən ma min müminin və lə müminətin illə qabluhu yəhinnu iləyhi ki, qəlbi ora üçün çırpınmasın, döyünməsin. Başqa hədisdə var, İmam Baqir əleyhissalam deyir ki, orada qaim Əcəlallah Fərəcəh və ondan sonraki qiyam edən qövmlər ki, məskunlaşacaq. Yəni, bu kimi rivayətlər səbəb olub ki, bu məkan əsrlər boyunca şiə alimləri və şiələrin diqqət mərkəzində olsun. Və həmin məscid İmam Məhdi Əcəlallah Fərəcəhə aid edilən ilk məqam olubdur. Və hədis mənbələrində Səhlə məscidində İmam Zaman Əcəlallah Fərəcəhin adı ilə bağlı yerinə yetiriləsə hər hansı bir ibadət və ya ağanı yad etmək məqsədində oraya getmək üçün xüsusi bir zaman göstərilməyib. Yəni, mənbələrimizdə belə bir şey yoxdur. Və qeyd edim ki, Səhlə məscidinin ən mühüm əməli 2 rükət namaz və axşam namazları arasındakı salamlamadır, təhiyyətdir. Ki, Şeyx Muhiddin rəhmətli Əl-Məzar əsərinin 26-cı səhifəsində Şeyx Tusi rəhmətli aleyhdə Təhzibul Əhkam kitabının 6-cı cildinin
38-ci səhifəsində nəql edilibdir və şiələr adətən həftənin ikinci günləri hər axşam məscidə gedərlər, ibadətlər edərlər, amma yəni o axınla o günlərdə getmək haqqında xüsusi bir dəlil yoxdur. Yəni onu bilənlər bilir ki, həmin günlər məxsus gedir, amma xüsusi bir dəlil yoxdur və Seyyid ibn Tabus rəhmətullah əleyhin belə bir kəlamı var ki, Misbah-ı Zair kitabında buyurur ki, ağa, əgər Səhlən məscidinə getmək istəsən, çərşənbə axşam məğrib və işa namazları arasına sal ki, bu başqa vaxtlardan daha üstündür. Bunu deyib Seyyid rəhmətullah əleyh. Amma yəni belə bir səhih bir dəlilimiz göstərək ki, bu məsəlsəndir, bu cür deyil. Hər halcı olsun ki, Seyyid də bəlkə hansısa bir alimdən, biriyə göstəriş görəndən ya özünün praktikasından təcrübə edərək bunu nəşət edib. Sonra məsələn ikinci bir məkan kimi göstərə bilərik məşhur Cəmkəran məscidini. Yəni məscid İslam mədəniyyətində xüsusi bir dəyərə malikdir. Hamımız bilirik ki, Allahın evidir, möminin mənzilidir və s. Yəni məscidə hörmət və ona ehtiram bəsləmək lazımdır. Ona qarşı ədəbsizlik olmaz. Oranı çirkləndirmək olmaz. Cənabətdə heyzli halda ora girmək olmaz. Kim məscid tikmək, ora gedib gəlmək və onun ehtiramını saxlamaq da bizə tövsiyə olunubdur. Və istənilən formada Allaha ibadət etmək, namaz qılmaq və Quran oxumaq hər bir məkanda bəyəniləndir və bu ibadətlər xüsusi məkan və zamanlarda daha bəyənilən olur ki, məscidlərdə özdə xüsusi vaxtlarda ki, savabı daha çoxdur. Məsələn, cümə gününü götürək, Ramazan ayını götürək, Qədir gecələrini götürək. Bu Cəmkəran məscidi də İranda Qum şəhərində yerləşir və İmam Zaman Əcəlallah Fərəcəhə nisbət verilir ki, məscidin tarixi sənədlərini, onların doğru və yalan olmasını kənara qoysaq, yəni dediyimiz ümumi ki, əlamətlər var idi ki, məscidlər haqqında, yəni Allahın evinə ibadət etmək üçün getmək heç bir müşkülü yoxdur. Və deməli, tarixi mənbələrdə qeyd olunur ki, 393-cü Hicri qəmər ilində Həsən bin Muslim Cəmkərani adlı bir şəxs İmam Zaman Əcəlallah Fərəcəhin tərəfindən bu məscidi inşa eləmək üçün və cəmaat arasında məruf etməyi, tanıtdırmaq üçün məmur olunub, yəni seçilib, göndərilib. Deməli, o haqda Nurinin Cənnətül Məva adlı əsəri var ki, həmin ad da belə deyək ki, bir kitab yazıb, Cənnətül Məva. Və həmin kitabın 47-ci səhifəsində və ondan da mərhum Əl-Məzzi Bihar Ləmlarını o nəql edib 53-cü zilin 234-cü səhifəsində ki, deyir Şeyx Fazil Həsən ibn Muhammed ibn Həsən Qumi Şeyx Səduqun müasir olub, eyni dövrdə yaşayırlar. Qum tarixi adlı kitabı var. Kitabında, həmin deyir kitabda Şeyx Əbu Cəfər Muhammed ibn Bəboyənin əsəri olan Nunisil Həzini fi mərifətil haqqin vəl yəqini adlı kitabı var. Deyir, o kitabda Cəmkəran məscidinin İmam Zaman Əcəlallah Fərəcəhin sözü ilə inşa edilməsi fəslində bunu nəql edib. Nə nəql edib? Deyir ki, müqəddəs Cəmkəran məscidini imamın sözü ilə bünövrəsinin qoyulması və inşa olması səbəbi Şeyx Əfif Salih İbni Məsali Cəmkəraninin nəql etdiyi bu rivayətdir. Deməli, bunu da kimdir? O kitabda da müəllif deyir ki, bunu nəql edib o da Şeyx Əfif Salih İbni Məsali Cəmkəranidən. O da deyir ki, 93-cü Hicri qəmər ilinin mübarək Ramazan ayının 17-si, çərşənbə axşamı öz evdə yatmışdım. Gecənin yarısından keçmişdi ki, qəfildən bir dəst adam evimə gəldi, məni qaldırdı yuxudan və dedi ki, ayağa qalx, İmam Sahib Əz-Zaman Əcəlallah Fərəcə səni çağırır. Deyir, Həsən dedi ki, mən ayağa qalxdım. Dedim, icazə verin, geyinim. Bu deyir, bu zaman səda gəldi ki, Huva məkana qamisuk. Köynəyi əynivə geyinmə, sən deyil. Deyir, köynəyi çıxarıb şalvarı götürdüm. Bu dəfə səs gəldi ki, Leysə zəlikə minkə, fəxuz səravilukə. Deyir, götürdüyün şalvar da sən deyil, onu qoy kənara. Deyir ki, çıxartdım başqa paltarı geyindim və evin qapısını açarını istədim ki, səs gəldi ki, Əl-Babu məftuhun, qapı açıqdır. Deyir, elə ki, qapıya çatdım, ağsaqqallar, böyüklər gördüm, salam verdim, salamımın cavabını aldılar. Yəni, maraqlıdır ki, özdə burada keçir ki, dedilər mənə ki, mərhəbən, yəni, əssalamu aleykum və aleykumussalam və rəhmətullah və bərəkatuhu, bu cür yox, mərhəbən. Məni indi deyir o məscid ki var, onun yerinə gətirdilər.
Diqqətlə baxdım, gördüm ki, bir taxt qoyulub, üzərində də gözəl bir xalça var, mütəkkələr var. 30 yaşlarında bir cavan 4 mütəkkə söykənib taxtın üzərində oturub, qarşısında qoca bir kişi. Və əlindəki kitabı həmin cavana oxuyur, 60 nəfərdən artıq kişi də onun ətrafında namaz qılır. Bəzilərinin bir paltarı ağdır, bəzilərinin ki, yaşıl rəngdə idi və həmin bir yaşlı şey Xızır əleyhissalam idi. Bir sonra qoca məni göstərdi, imam məni adımla çağırdı. Dedi ki, get, Həsən məsələyə de ki, neçə ildir burada əkirsən, tikirsən, biz də sökürük. 5 ildir əkin əkirsən, bu ildə işə başlamısan. Amma sənin bu torpaqda ikincilə məşğul olmağa icazə yoxdur. Gərək ki, aldığın bu torpağı qaytarasan ki, burada məscid tiksinlər. Həsən Müslümə de ki, bura çox qiymətli yerdir və Allah Teala başqa yerlər arasında buranı seçir və şərafətləndirir. Sən isə bu yeri almısan. Allah 2 cavan oğlunu səndən alır və sən hələ də dərk eləmirsən məsələni. Və əgər yenə də belə etsən, cəzasız qalmayacaqsan. Bir Həsən məsələ deyir ki, ey ağam, əgər bu işdə bir nişanə əlamət olmasa, cəmaat mənə inanmayacaq. İmam deyir ki, biz bura bir əlamət qoyacaq ki, sənin sözünün təsdiq olsun. Sən git bizim tapşırığımızı elə, Seyyid Əbül Həsənin yanına git və onu deyir ki, bura gəlsin. Və o kişini də özü ilə gətirsin. Və bir neçə ildə əldə etdiklərini ondan istəsin və başqalarına versin ki, burada məscid tiksinlər. Vəsaitin qalan hissəsi isə bizim mülkümüz olan Ərdahala gətirsin, məscidin tikintisini başa çatdırsın. Həmin vəsaitin yarısı bu məscidə vəqf etdik ki, bununla məscidi inşa etsinlər. Cəmaata da deyir ki, imam bu şəxsə deyib ki, bura rəğbət bəsləsinlər, əziz və ehtiramlı tutsunlar və burada 4 rükət namaz qılsınlar. 2 rükət təhiyyət namazı, hər rükətdə bir dəfə elhamdülillah, yəni Fatihəni, 7 dəfə İxlası və 7 dəfə də ruku və səcdə zikrini oxusunlar. 2 rükətdə bu qayda ilə imam zamanı namazını qılsınlar. Fatihəni oxuyanda elə ki, İyyəkə nə'budu və İyyəkə nəstə'in ayəsində çatdılar, onu 100 dəfə təkrar etsinlər və sonra Fatihə surəsini tamamlasınlar. 2-ci rükətdə bu qayda ilə qılsınlar və rükü və zikrini 7 dəfə oxusunlar. Elə ki, namaz qurtardığı təhlil eləsinlər. Təhlil yəni la ilahe illallah. Və təsbih edilsinlər. Yəni xanım Zəhra Salma Reyhan təsbih zikri. Zikri bitirəndən sonra səcdəyə getsinlər, Peyğəmbər və Ali Peyğəmbərə 100 dəfə salavat göndərsinlər. Bəs imam deyibdir ki, fəmən salləhumə və kəənnəm sallə fi beytil əhtik. Hər kim burada namaz qılsa, sanki Kəbə evində namaz qılıbdır. Bir Həsən Məsələ Cəmkəlani deyir ki, mən bu sözü eşidəndə özümə dedim ki, ola bilsin, İnnəmə həzəl məscidə lil imam sahibi zaman əcələ fərəcə. Deyir, bu imam zamanın məscididir deyə düşündüyün yerdir və 4 balın üzərində oturan cavanı işarət etdim. Sonra həmin cavan deyir, mənə işarə edərək getdi. Mən qayıtdım, yolu yarıya çatmışdım ki, mənə çağırıb dedilər ki, Çoban Cəfər Kavşanının sürüsündə bir keçi var, gərək onu alasan. Əgər kəndin cəmaatı hədiyyə eləsə, al. Yox, əgər verməsə, onda öz pulunla al, getir və sabah axşam kəs. Və mübarək Ramazan deyir, 18-ci günü keçinin ətini xəstələrə payla ki, Allah Teala hamısına şifa versin. Keçinin rəngi ağ-qaradır, çoxlu tükü və 7 əlaməti var. Onlardan biri dirhəm kimi ağ-qara olmasıdır. Bir mən sonra getdim, yeridən qaytardılar. İmam dedi ki, 70 ya da 7 gün biz buradayıq. Əgər 7 gün aparsan, Qədr gecəsinə düşür və əgər 70 gün aparsan, Zilqədənin 25-ini təsadüf edir. Ki, həmin günü də böyük gündür. Bir sonra həmin bu Həsən Məsələ deyir ki, mən evə qayıtdım bundan sonra və bütün gecəni fikrə getdim və səhər açıldı. Əli Munzirin yanına gəldim və əhvalatı ona danışdım. Yəni, Əli Munzirin yanına gəlib əhvalatı danışdım. Hadisəni, diyalogu söhbət etdim ona. Bir onunla birlikdə gecə məni apardıqları yerə getdik. Sonra dedi ki, and olsun Allah. İmamın mənə dediyi nişan və əlamətlərdə belə buyur ki, burada zəncir və misvarlar görsənəcək. Seyyid Əbül Həsən Rızanın dil yanına getdi. Elə ki, evinə çatdı. Xidmətçi mənə görən kimi ki, Seyyid səhərdən sizi gözləyir. Sən Cəmkərandan sonra dedim, bəli. İçəri daxil oldum, ədəblə salam verdim. Salamını gözəl şəkildə aldı, mənə hörmət elədi. Yəni, ehtiram göstərdi. Və mən bir söz deməmiş, o dedi ki, ey Həsən Məsələ. Mən yatmışdım, bir nəfər yuxuda mənə dedi ki, sabah səhər Cəmkərandan Həsən Məsələ adlı bir şəxs gələcək və o kişi hər nə desə onu doğru bil və onun sözünə inan. Çünki onun sözü bizim sözümüzdür. Onun sözünü rədd etməməlisən. Yuxudan ayıldım və indiyə kimi səni gözləyirəm.
Həsən məsələ deyil, əhvalatı müfəssəl şəkildə danışır, o atları hazırlamağı tapşırır və biz də atları minib kəndi tərəf gəlirik və kəndi çatanda çoban deyir, Cəfərin sürüsünü yolun kənarında gördü. Və Həsən məsələ sürünün arasında girir, qoyunlar arasından gələn keçin tutur, pulunu vermək üçün çobanın yanına gedir, yəni həmin çobanın və həmin çobanın yanına yaxınlaşır, yəni ki həmin çoban Cəfər də and içir ki, bəs mən bu keçini heç vaxt görməmişəm, o mənim sürümdə olmayıb. Amma bu gün gördüm və nə qədər tutmaq istəsəm də tuta bilmədim. Sonra keçini Seyidin dediyi kimi həmin yerə gətirdilər və kəsdilər. Seyid Əbülhəsən Rıza və Həsən Məsəli dediyi gəlir həmin yerə və həmin ərazini ondan alırlar və orada əldə edilən qazancı da gətirirlər Cəmkərən məscidinin yerinə ki, orada çubuqlar bərkitsinlər. Və Seyid Əbülhəsən Rıza da zəncir və mismarları quma gətirir, öz evinə qoyur, bütün xəstələr gəlib özlərini zəncirə sürtürlər, Allah Teala onlara şəfa verir və onların halı yaxşılaşır. Bir Əbülhəsən Muhammed bin Heydər də deyir ki, Seyid Əbülhəsən Rıza Qum şəhərində Musəviyyan adlı yerdə dəfn olunur və ondan sonra onun övladı xəstəliyə tutulub yatağa düşdü. Sandığın ağzını açdılar ki, zəncir və mismarları orada tapa bilmədilər. Bu müqəddəs yerin müxtəsər tarixçəsi də bu cür olubdur. İndi bunlar harada gəlir? Yəni Cəmkərən haqqında həmin bu danışdığım hekayə var, qıssa var. Cənnətül Məva, Ən-Nəcm-i Saqib, bu iki kitabın müəllifi Hüseyn Mühəddis Nuridir. Şeyx Mühəddis Nuri. Bu iki kitabda həmin hadisəni Seyyid Nemətullah Cəzairinin əl yazmalarından götürüb. Ki, yəni Cəzairi isə bu hədisi Tarix-i Qum və Şeyx Sadiqun Munisil Həzini fi Mərifətil Həqqi vəl Yəqin kitabından nəql edir. Amma baxsaq ki, Kəlmə-i Teyyib kitabında həmin hadisəni Tohid adı ilə tanınan Qumun xütbə edəni vaizi var idi, Bəyaz Əbu Şərəf Muhammed Məhdi İbn Əli Nəbi Hüseyni Qumi. Bax, ondan nəql edibdir. Sonra Ənvarul Müşərşin fi Tarix-i Qum və Qumiyyin Şeyx Muhammed Kəcuyi ki, bu Şeyx Muhammed də hədisi Seyyid Muhammed bin Haşim Rəzəvinin Xülasətül Bulgan kitabından, o da öz növbəsində Şeyx Sadiqun Munisil Həzin kitabından götürüb nəql edib. Bu mənbədən başqa əlimizdə yəni qədim mənbə yoxdur. Yəni bu cür qeyd olunan. Burada da məsələ nədir? Məsələn, birinci mənbələrə biz baxsaq, yəni Şeyx Sadiq Rəhmətullahi Aleyhin Munisil Həzin adında bir kitabı yoxdur. Yəni, hətta ki, bioqrafik kitablar ki var, fihristlər, onların özündə belə bu haqda məlumat yoxdur. Yəni, bəlkə də ola bilsin ki, bəzi alimlər deyiblər ki, İbn Fəttal Nişapurinin Munisil Həzin kitabı var, bəlkə onu qəsd ediblər ki, yəni İbn Fəttal Nişapurinin kitabı deməkdən Şeyx Sadiq deyiblər. Sonra Tarix-i Qum kitabı ərəb dilində yazılıb, müəllifi də Şeyx Sadiqin müasiri olub, Həsən ibn Muhammed bin Həsən Qumi. Yəni bu kitabın orijinal mətni də hal-hazırda mövcud deyil. Sonra Tarix-i Qum kitabı həmçinin 865-ci Hicri ilində ki, fars dilinə tərcümə olunub da Həsən ibn Əli Əbdülməlik Qumi adlı şəxs tərəfindən. O da mövcud deyil, yəni yoxdur nüsxəsi və onun bir neçə fəsli qalıb və Cəmkərən hadisəsi, qissəsi də həmin hissədə yoxdur. Və kitabdakı çatışmazlıq səbəbindən Cəmkərən dastanının, yəni qissəsinin, hadisəsinin bütün kitabda olmadığını iddia etməkdə təbii ki olmaz. Və Tarix-i Qum kitabının Seyyid Nemətullah Cəzairiyə məxsus və Mühəddis Nurinin onun üzərindən nəql etdiyi əlyazmalar karadan gedir və Seyyid Nemətullah Cəzairinin hazırda əlimizdə olan bir çox hədis kitablarında da bu hadisə rast gəlinmir, rivayətə və s. Və Seyyid Muhammed Rəzəvinin Xülasətül Buldan kitabı da itib. Məlum deyil ki, o hadisəni hansı sənədlə Munisil Həzin kitabından nəql edib. Bu mənbənin haqqında qısa bir qeyd. Mətin öz məzmununda da
ki, bəzi nüanslar var ki, məsələn, orada danışılır ki, hadisənin baş verməli hicri tarixi 393-cü il və hadisə 381-ci hicri ilində dünyasını dəyişmiş Şeyx Sadıq Rəhmətullahi Aleyhin kitabından götürülür. Yəni, məsələ nədir? Kitabın müəllifinin vəfatından 12 il sonra baş verib bu hadisə. 12 il keçəndən sonra. Deməli, hadisənin digər problemli mərhələsi odur ki, məlum deyil ki, bu macəra yuxuda baş verib, yoxsa ayıq olduqları halda. Yəni, nəql olunan məlumatın dili bir neçə dəfə dəyişdiyindən onun doğruluğunu müəyyən etmək olur. Mətnin orijinalı ərəbcə olub, sonra fars dilində tərcümə olub, daha sonra yenidən ərəb dilində tərcümə edilib və adları çəkilən kitablarda nəql edilib. İndi məsələ budur. Ki, o hədisdə də İmam Zaman Əcəllah Fərizəhin əsl adı çəkilib, halbuki Şeyx Sədıq Kəmaləddin kitabının əsasən və imamın adının qeyb dövründə çəkilməsini haram bilir. Və həmçinin də baxsaq görərik ki, Cəmkəran məscidinin əməlləri heç bir dua kitabında, yəni mövcud deyil, gəlməyib. Məsəl üçün, İbn-i Fəhd-Hindinin əsəri olsun, Seyyid İbn-i Tavusun kitabları olsun, Kamil Ziyarat, Misbah-ül Mütəhəccid və s. Məfatihin əsl mətnində Cəmkəranın əməlləri yoxdur. Ancaq Bəqiyyət-i Salihat adı ilə kitabın əlavələri bölməsində verib ki, bu da həmin kitabın haşiyəsi sayılır da Məfatihin, yəni özünün yox. Mərhum Əllamə Məclisi Seyyid Haşim Bəhrani kimi hədis alimləri də ki, öz kitablarında bu rivayəti işarə edəməyiblər və bu məscidin adı qədim tarix kitablarında xüsusilə Əbdülcəlil Razinin, yəni Qumun məscid və mədrəsələrindən bəhs edən Nəqs kitabında heç yoxdur. Məscid haqqında əlimizdə olan ilk məlumata Xülasətü Təvarix kitabında rast gəlinir. Sonra müəllifi 986-cı hicri qəmərində baş vermiş hadisələrdən yazan zaman kitabında da yazır ki, Miran, Qum şəhəri ilə arasında 2 fərsəx məsafə olan, yəni 2 fərsəx məsafə olan, bir fərsəxdə təqribən 5 kilometr yarım belə ki, fərsəx məsafə olan Ləngərud kəndində 4-5 ay qaldı və bəzi vaxtlar İmam Zaman Əcəllah Fərizəhin mübarək məqamında etiqafda oldu. Deməli, bundan da belə anlaşılır ki, hicrətin 10-cu əsrin sonlarına kimi bu məkan İmam Zaman Əcəllah Fərizəhin məqamı oldu. Hədisin ravisi ki, Həsən məsələdir, lakin hədis ravilərindən bəhs edən kitablarımızda, yəni rical kitablarında bu şəxsin haqqında heç nə yoxdur. Və daha sonra diqqət edəsək, bunlara əsasən deyə bilərik ki, tarix baxımdan, yəni bu hadisənin həqiqətən də baş verməsini təsdiqləmək mümkün deyil. Yəni, niyə? Məscidin inşası haqqında yeganə yazılı mənbə 1167-ci hicri ilinə aiddir. O da məscidi inşa və yaxud təmir edən Ağa Əli Əkbərinin şeiridir. Yəni, belə deyək ki, o şeirə aiddir və salam. Yəni, bir neçə məqamı da təbii ki, diqqətə alıb davranmaq olar. Amma biz burada indi elmi müstəvidəki bəhs aparırıq, bunları deyirik. Yenə də əvvəldə dediyim kimi, məscidin ümumiyyətlə ehtiramı var. Hətta o Cəmkəran bu cür zəif sənətdə filan olsa belə, məscidə getmək, Əhl-i Beyti yad etmək, Allahı yad etmək, hədiyyə, ziyarət namazları qılmaq, məsələn, vacibatları qılmaq, məclislərdə iştirak eləmək, keçirtməkdə bir problem yoxdur. Yəni, məscid olaraq burada təhiyyət və İmam Zaman Əcəllah Fərizəh namaz qılmağının heç bir eybi yoxdur. Yəni, öz düyündə rəca qəsdi ilə, şəri baxımdan götürsək, yəni, savab ümidi ilə bir şəxs ki, bunu edə bilər. Və bəzi hətta alimlər də bunu deyib. Məsələn, Şeyx Məxarim Şirası deyir ki, mən təəccüb edirəm kökəslərə ki, Cəmkəran məscidi barəsində mənfi söz danışırlar. Ki, deyir, biz Həsən məsələnin Cəmkəranlı olub-olmadığını deyirik. Ancaq burada bir məscid var ki, hər gün orada İmam Zaman Əcəllah Fərizəhin adı çəkilir və ibadət olur. 100 dəfə İyyəkə nəbudu və İyyəkə nəstəyin ayəsi zikr olunur. Burada deyir, xalis bəndə olmaqdır, Əhl-i Beytə itaətdir. Ki, ümumiyyətlə belə bir ibadət insanlarda elə bir, yəni bir növ belə deyək ki, bir cazibə yaradır.
həftə ərzində yüzlərlə insan, yəni xüsusi günlərdə məxsus ki, milyonlarla insan hətta ora məscidə axın edir. Və hansı məntiq icazə verir ki, insanların mənəviyyatına yüksək təsir göstərən, dərin izlər buraxan belə bir mərkəzə qarşı çıxış edəsən. Yəni bir halda ki, həmin hadisə yuxuda deyil, ayaq vaxtı olub. Yəni bu məsələni böyük alimə də təsdiq edib və buna qarşı çıxan alimlərin qarşısında dayanmamalıdır. Ki, yəni ziddiyyət olmamalıdır. Əksinə bu qlobal problemi çevirmək olmaz. Nəzəriyyədir, biri qəbul edir, biri qəbul etmir ki, dəlili var, yox. Ancaq ehtiyatlı olun ki, xurafat qarışmasın ora. Və eşitmişəm ki, zəvvalar arasında bəzi fürsətçi insanlar var ki, özünü İmam Zaman Əzələ Fərzəs tərəfindən təyin olunmuş şəxs kimi tanıtdırır. Başqası da deyir ki, imamın xüsusi nümayəndəsiyəm. Və yaxud da biri zühur müjdəsi verir. Cəmaata alladıb, pullarını oğurlayıb, kisələrini doldururlar. Və yaxud da Feyz Kaşani, onun övladı Şeyx Bahayi rəhmətullahi aleyh, Məhəmməd Təqi Məclisi rəhmətullahi aleyh, müasir dövrdə bir çox mərcələrimiz ki, gediş-gəliş edib, ziyarət ediblər, namaz qılıblar, dua ediblər o məclisdə. Yəni həmin belə deyək ki, təqlid mərcələrindən ki, biri ki, məsələn, Ayətullah Safi Qulpaqani idi rəhmətullahi aleyh, ki, deyərdi ki, belə bir şey nəql edirlər ağadan ki, bizim bir böyük alimlərimiz Cəmikaran məscidi ilə fəxr ediblər. Deyir, mənim mərhum atam Cəmikaran məscidinə piyada gedərdi, o vaxtlar deyir, at var idi və bəzilər ona sıradan deyirlər ki, atla deyir. O da deyər ki, mən piyada istəyirəm. O ziyarəti xüsusi şəkildə yerinə yetirirdi, deyir mənim atam. Sonra deyir, mən bu məscidə xidmətçi olmaq fəxr edirəm hətta. Yəni, illər ərzində həmin məkanda baş vermiş möcüzə müşahidələri belə deyək də görən insanlar, kəramətlər müşahidə edənlər İmam Zaman Əzələ Fərzəsə bu məscidə xüsusi diqqət etməsini dəlil kimi göstəriblər. Həm də Ayətullah Seyyid Şübeyli Zəncani ağadır Cəmikaran məscidi haqqında deyib ki, məsələn, çıxışında bəziləri məscidin yaranma tarixini şübhə eləsə də, bir çox insanların oraya getməklə və İmam Zaman Əzələ Fərzəsə təvəssül etməklə çətinliklərin aradan getməsini inkar edə bilməz. Yəni, deyir, məscid elə bir məkandır ki, övliyalar, Allah dostları, peyğəmbərlər, müqəddəs insanlar uzun illər boyunca İmam Zamana təvəssül ediblər. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, Cəmikaran məscidi Allahın nəzərində olan bir yerdir, Allah üçün əziz bir yerdir və çətinliklərin orada həll olması təbiidir. Və biz bilirik ki, bir çox insanlara həll olmayan problemləri olubdur və oraya getməklə həmin problemlər aradan qalxır. Hətta ki, bir çox burada şəfa tapan xəstə alimlər də misal gətiriblər. Və digər bir amil isə bu Xəzra adasıdır, məkan olaraq. Sonuncu bunu qeyd edeyim. Şiələr və qeybdə olan imamın Əzələ Fərzəsin ardıcıları üçün mühüm müzakirə mövzusundan biri imamın o yaşayıb məskunlaşdığı məkandakı adı nədir? Xəzra adası deyilir. Xəzra adası İspaniyanın cənubundadır. Əndəlus tarixində kitablarda çəkilir, qədim mənbələrdə ki vardır. Babul Əndəlus, Əndəlusun qapısı. O Cəbəl-i Tariq boğazının yaxınlığında yerləşən bir məntəqədir. Xəzra adası şiə kitablarında İmam Zaman Əzələ Fərzəsin yaşayış yeri kimi Səfəvilər dönəmində müzakirə olunubdur. Ta bu günə kimi də müzakirə olunur. Şiə hədis və belə deyək də əqaidi kitablarında da bu haqda iki məlumat var. Birinci hadisə budur ki, 691-ci Hicri qəməri ilində Şəvval ayının 11-də Zeynüddin Əli ibn Fazıl Mazandaranın başına gəlib və 699-cu Şəvval ayının 15-də Nəcəfdə Fəzl ibn Yəhyə Təyyibəyə danışılan bir hadisədir. Ki, birinin başına gəlib, birinə də danışılır. Həmin tarixlərdə. Deməli, və Fəzl ibn Yəhyə həmin hadisəni də əvvəlcə Şəmsəddin Nəcə Hilli və Cəlaləddin Əbəddin Həvvam Hilli adlı iki şəxsdən eşitdi. Və Fəzl ibn Yəhyə dinlədikdən sonra bu hadisəni qələmə alır və sonradan da şiə alimlərinin diqqətini çəkib yazıb. Və bu hadisənin də xülasəsi belə gedir ki, Zeynüddin Hənəfi məzhəbinin olan ustadlarından biri ilə Misrə gedir. Və oradan da Əndəlus adalarına gedirlər və səfər zamanı olan əhalisinin dilindən Cəzair-ü Rafizə
sözü eşidilir və qərara gəlinir ki, ora gedilsin. 3 gün yola getdikdən sonra möhkəm bir qalalarla bir adaya çatırlar. Əhalisinin şiə yaxud mömin olduğunu görürlər. Soruşurlar ki, sizin özünüz hardan gəlir, dolaşığınız necədir? Onlar deyir ki, Ağdənizdə yerləşən Xəzər adasında. Burada ora elə bir 4 aylıq da məsafədədir. Yəni Xəzər adası. Həmin yerə getmək qərarına gəlirlər və məntəqənin əhalisi üçün ərzaq gətirən karvanla adaya səfər edirlər. Dediyinə görə ki, həmin şəxsin ki, ən gözəl və səfalı yer idi ora və həmin yerdə özünü İmam Zaman Fərəcəhin nümayəndəsi kimi təqdim edən Seyyid Şəmsüddin Muhammed Aləm adlı bir nəfərlə görüşür. Şeyx Şəmsüddin ətrafındakı adamlar o İmam Zaman Fərəcəhin yəni nəvələrindən biri olaraq təqdim edir və onların belə deyək də arasında danışıq və sorğu-sual olur. Ki elə bir kitabın orijinalı ərəb dilindədir və Şeyx Ağa Bozorq rəhmətullahi aleyh bu kitabın mühəqqiq şərəki tərəfindən farsdan tərcümə olduğunu deyir öz əsərində və eyni zamanda bəziləri isə onun Mir Şəmsəddin Məhəmməd ibn Əsədullah Şüştəri tərəfindən tərcümə olduğunu deyiblər. Əla kulli hal, onun təhqiq qapısı açıqdır, həmişə istəyənlər deyən laf geniş araşdırma apara bilərlər. Və digər hadisə isə, ikinci bir hadisəsi isə o ada ilə bağlı 543-cü Hicri ilində Kəmaləddin ibn Muhammed bin Yahya Əmbari danışırdı ki, onun başına o gələn oxşar bir hadisədir. Müəddis Nuri elə bir onu Cənnətül Məva kitabında nəql ediyor. Şərif Zahid Muhammed ibn Əli Ələvinin Ət-Təazi və Bəyazinin Əs-Sırat-ı Müstəqim kitabından, həmçinin Əl-Ənvar-ı Numaniyyə kitabında Seyyid Nemətullah Cəzairi vasitəsilə də Əli ibn Fətullah ki Qaşanidə, o da Şərif Zahid Ələvdə nəql edir. Mühəddis Nurinin də nəql etdiyi o həmin hadisə belədir ki, deyir ki, Əhməd ibn Yahya yaxud da Əhməd ibn Muhammed bin Yahya Əmbari deyir ki, bir gecə vəzir Əvnəddin Yahya bin Hübeyrənin evində idik. Evdə başqa qonaqlar da var idi. Onların arasında kim olduğu bilinməyən bir nəfərdən mövcud idi. Vəzir ona böyük hörmət göstərirdi. Söhbətin sonunda vəzir şişələri danlamağa başladı və söz orada çatan da naməlum şəxs dedi ki, sizə bir əhvalat danışmaq istəyirəm. Və bir dəst adamla biz öz şəhərimizdən, yəni Bahiyyə şəhərindən dənizə getdik. Elə bir adaya çatdıq ki, heç bələdçi də oraları tanımırdı və maraqlandı, dedilər ki, adanın adı Mübarəkədir. Ki, sultanın adı isə Tahirdir. Deyir, ona başçılıq etdiyi yer haqqında soruşdu. Dedilər ki, Zahirə adlı bir yerdir. Ki, buradan ora quru yolun 10 gecəlik, dəniz yolu ilə isə 25 günlük yol var. Əhalisi də müsəlmandır. Bir sultanın bu şəhərdə naibinin kim olmasını soruşdu. Əməl salih bir kişinin olduğunu dedilər. Onun yanına getdi ki, Yahudilərdən, Məsihlərdən ki, cizyə almaq istəyirdi və bəzilərində xəvaric adlandırıb deyirdi ki, malları möhtərəm, yəni halal deyil. Amma məsələn, o həqiqətən də cəmaatı, o məntəqənin cəmaatını isə əmlakçı malı çox halal idi. Xülasə, deyir, ondan sultanı bizə göstərməyini xahiş elədi. Orada çox gözəl və havası suyu xoş bir şəhər idi. Tahirin yanına getdik, özünü İmam Zamanın övladı olaraq təqdim elədi. Zahirədən sonra gələn şəhərin adı Rabiyə, oranın sultanı isə, yəni padşahı, hakimi isə İmam Zamanın oğlu Qasım idi, digər başqa bir oğlu. Ondan sonra da Safiyə adlı başqa bir şəhər var ki, orada da sultan İmam Zaman ağanın oğlu İbrahim idi. Deməli, yəni oxuduqlarımızdan da anlaşılır ki, İmamın Tahir adında bir oğlu bir şəhərin sultanıdır, digər oğlu Qasım bir şəhərin, Raqiyə adlı şəhərin sultanıdır və İbrahim adında da bir oğlu ki, Səfiyə adlı, yaxud da Safiyə adlı bir şəhərin sultanıdır.
Və Zalun və Ənatis adlı daha 2 şəhər var ki, onların da başçıları Əbdürrəhman və Haşim idi ki, bunlar da ağanın oğlu olduğu deyilir. Bu 5 şəhərdə ancaq şiələr yaşayır. Bir il deyir orada qaldıq və deyir vəzir bu hadisəni, hekayəni eşidəndə bizim hamımızı hədə qorxu elədi ki, bunu heç kimə danışmayaq. Və indi bu mahiyyət olaraq biz baxırıq ki, bu Xəzra adası məsələsi mərhum Əllamə Məclisinin Biharlanva kitabında belə deyək də Bermud üçbucağının geniş şəkildə araşdırılması ki, uçan boşqablar filan və İmam Zaman Əcəllah Fərəcə haqqında xüsusi bəhs adlı kitabın yazılması ilə yəni elmi və dini dairələrdə yenidən gündəmə gəlib və ərəb dilində olan kitab fars dilinə də tərcümə olunur və bu kitabın ərəb və fars dillərində olan nüsxələrində tənqidlər, rəddiyələr yazılıbdır ki, həmin kimi ki, bu Şeyx Məclis Biharda bunu nəql edib də həmin o rivayətə. Yəni biz dedik ki, qıssə var da. Burada indi biz baxsaq ki, bu hekayətə, yəni burada bəzi bir nüanslar var. Nədir məsələ? Məsələn, 11-ci hicri əsrdə baş verən bu hadisələrin 6 və 7-ci əsrlərə aid edilməsi sübut oluna bilməz. Bu bir. Yəni bunlar keçmiş mühəddislərə məxsus nüsxələrdən özü də mötəbər olmayan şəkildə ravilər silsiləsi ardıcıllığı yəni və nəql olunma icazəsi olmadan nəql edilir və kifayət qədər də mötəbər sayılmır. Sonra dastanın forması, həmin bu hekayətin danışılan, oxunulan mətnindəki hekayənin mövzumunu ümumiyyətlə insanın zehnində bizim hədis-şünaslığımıza yad olan bir hekayə forması canlandı. Yəni ki, bizim hədislərdə gələn, etimad olunan, mötəbər olan hədislərimizdə gələn mətnlərə bir uyğun olmayan mətni və gedişatı var. Ki və həmçinin son dövrlərdə bir baxsaq geniş araşdırma və təhqiqat yəni imkanlarının olmasına baxmayaraq bu ada haqqında əlimizdə heç bir məlumat yoxdur. Nə qədər ki elm inkişaf edib də, texnologiya və s. Halbuki mövcud olduğu təqdirdə onun barəsində məlumatlar olmalı idi. Və İmam Zaman Əcəllah Fərəcəhin və ailəsinin yaşayış yeri tarixi bir mövzudur və etiqadi mövzu olmadığı üçün heç bir əqidəvi kitablarda bu məsələlər bəhs olunmur və olunmur da. Etiqadi mövzular isə daşıdıqları əhəmiyyət səbəbindən sübut olunmaq üçün mötəbər dəlillərə möhtacdır və bəzilərinin dediyinə əsasən hətta vahid xəbərin hücciyyətinin dəlilləri belə onlara şamil olunmur. Ki bu səbəbdən etiqadi mövzuların bu kimi hekayələrdən əldə edilməsi mümkün deyil. Xəbər, yəni lüğətdə deyilir ki, bir məlumat, məlumata yiyələnmək vasitəsidir. Vahid isə yəni yeganə tək mənasını verir. Xəbərül vahid ya vahid xəbər termində istilahda isə yəqinə çatmaq, xətircəm olmaq üçün yəni faydalı olmayan xəbərə deyilir. Yəni məsələn Xəzra adası deyilir, məsələn bir dənə hədis gəlir, misal. Bu da o ilə də yəqinə çıxmaq olmur heç cür. Yəni istər bir nəfər tərəfindən, istərsə də bir neçə nəfər tərəfindən deyilsin, bu şərtlə ki, barəsində yəqin hasil olmasın və onun müqabilində mütəvatir, yəni daha çox və etibarlı sənədlərlə gələn hədislər, xəbərlər olmalıdır ki, onun barəsində yəqin hasil olmasına dəlalət edən nişanələr olsun. Yəni vahid xəbərin hücciyyətinin yəni dəlil olaraq istifadə olunmasının ki, dəlalət ünvanı kimi olmasında isə dəlilləri də o dəlilə deyilir ki, vahid xəbər məşhur usul-i fiqh alimləri tərəfindən xüsusi zənn olaraq hüccət kimi qəbul olunsun. Yəni qısaca bunu deyim ki, xəbər vahid haqqında. Yəni ona görə də burada deyirik ki, yəni xülasə olaraq həqiqətən də burada bir nəticə çıxartmaq olmur ki, imama nisbət verəsən ki, bu adada yaşayır, onun övladları var, ölkələr var, orada hakimləri də ağanın övladlarıdır. Velhamdülillah Rabbil aləmin.